məzuniyyət hüququ nədir və işçilərə hansı təminatlar verir? Bu, işə götürən tərəfindən verilən əlavə bir güzəşt, əlavə bir imkan deyil. Və əmək məzuniyyəti? Damirci edilmiş son dəyişikliyə əsasən bu orta əmək haqqı işçinin aldığı sonuncu əmək haqqından aşağı olmamalıdır. Həmin o günlər necə olacaq? O itirilmiş hesab olunurmu, yoxsa məsələyə necə aydınlıq gəlir? Bir müstəsna hal var ki, bu zaman işə götürənlər işçiləri ödənişli və yaxud ödənişsiz məzuniyyətə qruplarında göndərə bilərlər. Asan TV-də və Asan Radioda müsahibə. Hər vaxtınız xeyir. Sizinlə mənəm Elşən Həmzəyev. Bugün vacib mövzudan, məzuniyyət hüquqları və işçilərin bilməli olduğu vacib məqamlardan danışacağıq. Qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevadır. Nərmin xanım, xoş gəlmisiniz. Xoş gördük. Nərmin xanım, yay mövsümüdür və bu mövsümdə məzuniyyət mövzusu çox aktualdır. Xüsusilə də əmək məzuniyyəti. Bundan danışacağıq. İlk olaraq istərdim deyəsiniz ki, məzuniyyət hüququ nədir və işçilərə hansı təminatlar verir? Təşəkkür edirəm belə bir aktual mövzunun seçiminə və dəvətə görə sizə. Bəli, məzuniyyət hüququ əslində işçilərin ən təməl və ən vacib əmək, əslində nəinki təkcə əmək, ümumiyyətlə ən əsas sosial hüquqlarından biridir və əmək şəraitinin əsas şərtlərindəndir. Məzuniyyətə sadə dillə anlayış versək, məzuniyyət işçinin istirahət və digər məqsədləri üçün işdən ayrılması, əmək funksiyalarının müvəqqəti, yəni işdən ayrıldığı dövrdə icrasından azad olunmasıdır və öz mülahizəsinə uyğun olaraq bu vaxtdan istifadə etməsidir. Və məzuniyyət hər bir işçinin hüququdur. Yəni işindən, tutduğu vəzifədən, peşəsindən, əmək müqaviləsinin müddətindən, əmək şəraitindən, əmək funksiyalarının xarakterindən asılı olmayaraq hər bir işçinin məzuniyyət hüququ vardır. Və məzuniyyət işçilərin həm öz istirahəti məqsədi ilə, həm də bayaq qeyd elədim, bir sıra digər sosial məsələlərinin, o cümlədən fərdi inkişaf məsələlərinin, ailə məişət məsələlərinin həlli üçün, həmçinin ən əsas valideynlik funksiyalarının təmini üçün, analığın mühafizəsi üçün və digər bu kimi məqsədlərə xidmət edir və buna görə də məzuniyyətin bizim qanunvericilikdə 4 əsas növü fərqləndirilir. Əmək məzuniyyəti, sosial məzuniyyətlər, təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyətlər. Və məzuniyyətə çıxdıqda işçinin yalnız məzuniyyətə çıxmaq, yəni məzuniyyətdən istifadə hüququ təmin olunmur. Həmçinin burada işə götürən bir sıra digər təminatları da mütləq qaydada təmin etməlidir. İlk növbədə məzuniyyətə çıxan işçinin işinin, peşəsinin saxlanılması və məzuniyyətdə olduğu dövrdə işçinin əmək müqaviləsinə işə götürənin təşəbbüsü ilə xitam verilməsi qadağandır. Eyni zamanda məzuniyyətdə olduğu dövrdə işçi barəsində intizam məsuliyyəti tədbiri görmək də yol verilməzdir. Digər baxımdan məzuniyyətə çıxan işçilərin iqtisadi maddi təminatları da təmin olunmalıdır. Bu nə deməkdir? Məzuniyyət dövründə işçiyə orta əmək haqqının verilməsi, eyni zamanda istifadə olunmamış məzuniyyətlərə görə işçilərin kompensasiya alma hüququ, pul əvəzi məzuniyyətə istifadə olunmayan məzuniyyət günlərinə görə bütün bunlar da mütləq qaydada təmin olunmalıdır. Və əmək məzuniyyəti, əmək məzuniyyətinin müddəti, verilmə qaydası və istifadə şərtləri barədə istərdim məlumat verəsiniz. Əmək məzuniyyəti sırf işçiyə istirahət məqsədi ilə, həmçinin onun əmək qabiliyyətini bərpa etməsi, sağlamlığını möhkəmləndirməsi məqsədi ilə verilən məzuniyyət növüdür. İl ərzində işçi işləyir, yorulur və psixoloji və fizioloji baxımından sağlamlığının bərpasına ehtiyacı vardır və məhz bu məqsədlə əmək məzuniyyəti işçilərə verilir. Əmək məzuniyyəti həm əsas əmək məzuniyyətindən ibarətdir, həm əlavə məzuniyyətdən ibarətdir. Əsas məzuniyyətin müddəti minimum 21 gündür. Yəni bu bizim konstitusiyada da təsbit olunubdur. Bu o deməkdir ki, işləyən, əmək müqaviləsindən çalışan hər bir şəxs ən azı 21 gün əmək məzuniyyətindən istifadə etmə hüququna malikdir. Amma bu müddət bəzi kateqoriya olan işçilər üçün daha yuxarı nəzərdə tutulur. Məsələn, vahid tarif sorğu kitabçalarında rəhbər və mütəxəssis heyətinə aid olan işçilər və yaxud inzibati vəzifə tutan dövlət qulluqçuları, yaxud həkimlər, əczaçılar
onlar ən azı 30 gün əsas əmək məzuniyyəti hüququna malikdirlər. Və yaxud pedaqoji fəaliyyətlə məşğul olanlar, elmi fəaliyyətlə məşğul olanlar, məsələn 56, yəni orada kateqoriyalar sadalanır əmək qanunvericiliyində. Həmin kateqoriya şəxslər 56 gün məzuniyyət hüququna malikdirlər. Eyni zamanda müəyyən sosial həssas qruplara malik olan şəxslər üçün də daha yuxarı məzuniyyət müddətləri nəzərdə tutulub, əmək məzuniyyət müddətləri. Məsələn 50 olan şəxslər üçün 42 gün müəyyən olunubdur, 16 yaşına qədər uşaqlar üçün 42 gündür, 16-18 yaşında olan uşaqlar üçün 35 gün müəyyən olunubdur. Həmçinin xüsusi xidmətləri olan şəxslər üçün də 46 təqvim günü məzuniyyət nəzərdə tutulur. Və biz qeyd elədik ki, əlavə məzuniyyətlər də əmək məzuniyyətinin tərkibinə daxildir. Əlavə məzuniyyətlərin verilməsinin bir sıra şərtləri var. İlk növbədə əmək şəraiti və əmək funksiyasının xarakteri nəzərə alınır. Yəni, əgər əmək şəraiti ağırdırsa, zərərlidirsə, yeraltı işlərdirsə və yaxud əmək funksiyalarının icrası yüksək həyəcan, həssaslıq, zehni gərginlik tələb edirsə, bu zaman işçilərin ən azı 6 gün onların əsas məzuniyyətinə əlavə müəyyən olunur və bu işlərin, peşələrin siyasi Nazirlər Kabinetinin qərarı ilə ayrıca olaraq təsdiq olunmuşdur. Həmçinin 14 yaşına qədər 2 uşağı olan qadınların əlavə 2 gün məzuniyyəti müəyyən olunubdur. 14 yaşına qədər 3 və ya daha çox uşağı varsa və yaxud 50-lik müəyyən edilən uşağı varsa, o zaman qadınların 5 gün əlavə məzuniyyət hüququ müəyyən olunubdur. Bundan başqa əmək stajına görə deməli işçilərin 2, 4, 6, yəni stajın müddətindən asılı olaraq 2, 4, 6 gün əlavə məzuniyyət hüququ vardır. Ha belə işğaldan azad olunmuş ərazilərimizdə işləyən mütəxəssislər üçün də əlavə 5 gün məzuniyyət hüququ müəyyən olunubdur. Məzuniyyətin ümumiyyətlə bu günlər ki deyirik, onlar təqvim günü ilə hesablanır və hər iş il üçün bir əmək məzuniyyəti nəzərdə tutulur. İşçilər işə götürənlərlə razılaşdırmaqla əmək məzuniyyətini tam istifadə edə bilərlər həmən iş ili üçün və yaxud da əmək məzuniyyətini hissələrə bölərək istifadə edə bilərlər. Amma bir şərt var ki, bu hissələrdən biri ən azı 2 həftə, yəni 14 gün 14 təqvim günü olmalıdır və istifadə olunmamış digər hissəsi isə həmən iş ili ərzində digər vaxtda istifadə oluna bilər və yaxud təqvim ilinin sonuna qədər istifadə oluna bilər və yaxud da növbəti iş ilinə keçirilə bilər. Növbəti iş ilinin əmək məzuniyyəti ilə birgə və yaxud ayrı-ayrılıqda yəni istifadə oluna bilər. Və əmək məzuniyyətlərinin düzgün tənzimlənməsi, planlı həyata keçirilməsi üçün xüsusilə yay mövsümüdür. Əksər işçilər istəyirlər ki, yayda məzuniyyətə çıxsınlar. Amma təbii ki, bütün işçilər eyni vaxtda, eyni ayda, eyni tarixlər aralığında işdən çıxsa, məzuniyyətə çıxsa daha doğrusu, əlbəttə ki, bu işin ahənginin də pozulması deməkdir. Ona görə də işə götürənlər tövsiyə olunur ki, Əmək Məcəlləsində növbəlik qrafiklərini, növbəti il üçün məzuniyyət qrafiklərini təsdiqləsinlər. Təbii ki, burada Həmkarlar İttifaqı ilə və yaxud işçinin rəyi öyrənilməklə bu qrafiklər təsdiqlənir. Nərmin xanım, təşəkkür edirəm. Qaydalar və şərtlərdən danışdınız. Bəs işə götürən işin xüsusiyyətləri və istehsalat zərurətini əsas gətirərək işçiyə əmək məzuniyyəti verməkdən imtina edə bilər? Nəinki əmək məzuniyyəti, ümumiyyətlə işçilərin qanunvericiliklə nəzərdə tutulmuş məzuniyyət hüquqları təmin olunmalıdır. Yəni işçilər həmin məzuniyyətlərdən istifadə etməlidirlər. Buna hüquqları var. Əmək məzuniyyətinə bağlı da Əmək Məcəlləsi birbaşa olaraq qeyd edir ki, işçiyə əmək məzuniyyətinin verilməməsi və yaxud da başqa sözlə desək, yəni əmək məzuniyyəti verməkdən imtina edilməsi bu yol verilməzdir. Amma bayaq növbəlilik qrafikinə toxundum. Əlbəttə ki, biz işçilərin hüququyla danışırıq, amma həm də işə götürənlərin işinin normal gedişatını da nəzərə almalıyıq. Yəni bununla da bağlı ona görə tövsiyə olunur ki, işə götürənlər əvvəlcədən məzuniyyətin qrafikini müəyyən eləsinlər, yəni növbəlilik qrafiki müəyyən eləsinlər və həmən növbəlilik grafikinə uyğun olaraq işçilərin məzuniyyətdən əmək məzuniyyətindən istifadə hüquqlarını təmin etsinlər. Amma əgər belə bir növbəlilik qrafiki təsdiq olunubsa, lakin həmən artıq məzuniyyət yaxınlaşır, həmən ayda işin gedişatında yeni məsələn proseslər var, yeni sifarişlər qəbul olunub və yaxud gözlənilməyən hər hansı bir işin gedişatında hallar müəyyən olunub. Bu zaman
işə götürən işçi razılaşdıra bilər ki, əmək məzuniyyəti həmin növbəli qrafikin nəzərdə tutulmuş vaxtdan digər vaxta keçirilsin. Yəni məsələn digər aya keçirilsin və yaxud digər ilə keçirilsin. Yəni bunu razılaşdıra bilərlər. Və bir də çox müstəsna hallarda işçinin əmək məzuniyyətindən geri çağırılması nəzərdə tutulur. Burada həm işçinin təşəbbüsü ilə mümkündür, həm də işə götürənin əsaslandırılması ilə, amma yenə də işçinin razılığı ilə mümkündür. İşə götürən də əgər istehsalatda hər hansı bir hadisə baş veribsə, istehsalat qəzası baş veribsə, qarşısı alınmaz digər hallarla rastlaşıbsa, müstəsna hallarda yenə qeyd etdiyim kimi işçini əmək məzuniyyətindən geri çağıra bilər. Amma bu o demək deyil ki, o istifadə olunmamış məzuniyyət günləri batır. Xeyr, sonradan artıq münasib vaxtda qarşılıqlı razılıq əsasında həmin istifadə olunmamış məzuniyyət günləri yenidən işçinin istifadəsinə verilir. Nərmin xanım, bəs əksinə işə götürən işçini onun razılığı olmadan məcburi şəkildə əmək məzuniyyətinə göndərə bilərmi? Əslində əmək məcəlləsində qeyd olunur ki, əmək məzuniyyətindən istifadə etmədikdə işçilər kompensasiya əldə edə bilərlər. Lakin bu hal çox təəssüf ki, bir sıra vaxtlarda həm işçi, həm işə götürən tərəfindən sui-istifadə olunurdu. Və qanunverici də qeyd edir ki, yəni sırf kompensasiya verməklə işçiyə məzuniyyət verməmək bu yol verilməzdir. Və yaxud da işçi daima bu kompensasiyanı tələb eləməklə, məzuniyyət çıxmamaqla, bilirsiniz, burada işə götürənlərin maddi mənafeyini, onların maddi vəsaitlərin səmərəli xərcini də nəzərə almaq lazımdır. Məhz buna görə həm də beynəlxalq deməli, konvensiyaların tələblərinə beynəlxalq təcrübəyə uyğunlaşma məqsədi ilə əmək qanunvericiliyinə bir dəyişiklik edildi və həmin dəyişikliyin mahiyyətinə əsasən, bayaq qeyd etdiyimiz növbəli qrafikinə əsasən işçi əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə ilə müraciət eləmirsə, yaxud da əmək məzuniyyətinin digər vaxtda keçirilməsi qaydaları və şərtlərinə riayət etmirsə, bu zaman işə götürən onu yazılı xəbərdarlığı ilə, yəni bu kağız formasında da ola bilər, elektron sistem, əmas vasitəsilə də mümkündür. İşə götürən işçini xəbərdarlıq etməklə onu əmək məzuniyyətinə göndərə bilər. Həm bu, həm öncəki sualınızın cavabı olaraq qeyd eləmək istəyirəm ki, yəni ümumiyyətlə məzuniyyət işçinin hüququdur. Bu işə götürən tərəfindən verilən əlavə bir güzəşt, əlavə bir imkan deyil. Sırf işçinin hüququdur. Hansı hüquq ki, bunu reallaşdırmaq və onun istifadəsinə zəruri şərait yaratmaq işə götürənin birbaşa əsas vəzifələrindən, öhdəliklərindən biridir. Bəzən sahibkarlar maliyyə çətinlikləri və istehsal azalmasına əsas gətirirlər və belə olan halda işçilərin məcburi qaydada ödənişsiz məzuniyyətə göndərilməsi qanunvericiliyə uyğundurmu? Ümumiyyətlə, ödənişsiz məzuniyyətin mahiyyətinə baxsaq, ödənişsiz məzuniyyətin əsas məqsədi ondan ibarətdir ki, biz dedik əmək məzuniyyəti var, sosial məzuniyyətlər var, təhsil və yaradıcılıq məzuniyyəti var. Bunlar ödənişlidir. Amma elə hallar yarana bilər ki, işçinin həyatında bu sadladığım digər 3 məzuniyyət bunu əhatə eləmir. Bu halda qanunvericilik işçiyə şərait yaradır ki, o ödənişsiz məzuniyyətdən istifadə eləsin. Yəni ailə, məişət, sosial məsələlərini, problemlərini həll etmək üçün. Və bizim qanunvericiliyə əsasən ödənişsiz məzuniyyət işçinin xahişi ilə və ya işçi və işə götürənin razılığı əsasında ola bilər. Yəni burada fikir verirsə, işçinin mütləq qaydada iradə ifadəsi vacibdir. Ola bilər ki, məsələn, işə götürənin həmən vaxt müəyyən maliyyə problemləri olsun və yaxud tutalım, dəzgah, avadanlıq sıradan çıxsın, xarab olsun, yaxud sifarişlər azalsın, müştərilər azalsın və s. Amma bu boş dayanmadır. Bu qanunvericilikdə bunun toxunulur bu məsələyə və bu tənzimlənir. Bu işə götürən işçinin təqsiri ucbatından olmadığına görə boş dayanma halı hesab olunur və bu halda işə götürən işçiyə əmək qanunvericiliyinə əsasən vəzifə tarif maaşının ən azı 3də 2-sini verməlidir. Amma yenə də bir müstəsna hal var ki, bu zaman işə götürənlər işçiləri ödənişli və yaxud ödənişsiz məzuniyyətə qruplarında göndərə bilərlər. Bu hansı haldır? Məsələn, təbii fəlakətdir, istehsalat qəzasıdır, ümumiyyətlə qarşısı alına bilməyən obyektiv hər hansı bir səbəbdən qarşısı alına bilməyən hər hansı bir hadisədir. Yəni bu işə götürənin təqsir ucbatından deyil. Bəli, bu halda işə götürən göndərə bilər məzuniyyətə, amma burada da
bir neçə şərt var. Ən əsas şərt budur ki, bu qabaqcadan kollektiv müqavilədə və yaxud əmək müqaviləsində öz əksini tapmalıdır bu hal, bu şərt ki, belə olarsa ödənişli və yaxud ödənişsiz məzuniyyətə göndəriləcəksiniz və ikinci ən əsas şərtlərdən biri budur ki, bu zaman ödənişsiz məzuniyyətin müddəti həmən işçinin əsas məzuniyyətinin 2 illik cəmindən çox olmalı deyil. Məsələn, 30 gün mənim əsas məzuniyyət hüququm var, 30 gün məzuniyyət hüququm var. 30 üstəgəl 30, yəni mənim 60 gündən çox, əmək məzuniyyətindən çox mənə ödənişsiz məzuniyyət, yəni çox verilə bilməz. Bu da əsas şərtlərdən biridir. Təşəkkür edirəm. Əziz izləyicilər, məzuniyyət hüquqlarından işçilərin bilməli olduğu vacib məqamlardan danışırıq. Qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevadır. Nərmin xanım, siz danışırsınız, məzuniyyət hüququ həqiqətən də çox geniş və belə deyək, incə detallara diqqət etməli olduğumuz bir hüquqdur. Və bir məqam var. İşçinin istifadə olmamış əmək məzuniyyəti qalıb. Hazırda həmin əmək münasibətlərinə xitam verilir. Bəs istifadə olmamış əmək məzuniyyətinin, yəni həmin o günlər necə olacaq? O itirilmiş hesab olunurmu, yoxsa məsələyə necə aydınlıq yayılır? Hər bir halda əgər işçi əmək müqaviləsinə xitam verilibsə artıq işçinin, həmən xitamın səbəbindən, əsasından asılı olmayaraq işçiyə istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilir və bu son haqq hesabının tərkib hissələrindən biridir. Əvvəllər yalnız bu vacib məqamını da elə efirdən istifadə edərək bildirim. Əvvəllər ancaq əsas məzuniyyət günlərinə görə kompensasiya nəzərdə tutulurdusa, cari ilin fevral ayında Konstitusiya Məhkəməsinin qərarına əsasən yalnız əsas məzuniyyətə görə deyil, istifadə olunmamış əlavə məzuniyyət günlərinə görə də işçi işdən çıxanda ona kompensasiya verilməlidir. İşə götürən işçinin məzuniyyət hüququnu pozarsa, onun barəsində hansı məsuliyyət tədbirləri həyata keçirilir və belə hallarla qarşılaşan işçilər hara müraciət etməlidirlər? Ümumiyyətlə, məzuniyyət hüquqlarının pozulduğunu hesab edən işçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə birbaşa müraciət edə bilərlər, dost mərkəzləri vasitəsilə müraciət edə bilərlər, 142 çağrı mərkəzinə zəng edərək şikayətlərini çatdıra bilərlər. Həmçinin elektron platformalardan, e-maildən, sosial şəbəkələr üzərindən bütün mümkün üsul və vasitələrlə bizə işçilər bununla bağlı müraciət edə bilərlər. Əgər işə götürən araşdırma nəticəsində müəyyən olunursa ki, işə götürən işçinin məzuniyyət hüququnu pozub, işçiyə məzuniyyət verməyib və yaxud da kompensasiyanı ödəməyib qanunvericiliyə uyğun olaraq, bu zaman İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən vəzifəli şəxslər barəsində cərimə tətbiq olunur və ya məzuniyyət haqqı verilməlidir işçiyə. Əgər bu məzuniyyət haqqı qanunvericiliyə uyğun olaraq verilmirsə və yaxud tam ödənilmirsə, bu zaman da İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən deməli işə götürənlər barəsində müvafiq məsuliyyət tədbiri, daha dəqiq isə cərimə tətbiq olunur. Nərmin xanım, çıxışınız zamanı Əmək Məcəlləsində məzuniyyətlə bağlı edilmiş bir sıra dəyişikliklərdən danışdınız. Bu sahədə son dövrlərdə edilmiş başqa hansı mühüm dəyişikliklər var? Bu il yanvar ayında Əmək Məcəlləsinə və digər əlaqəli qanunlara 400-dən çox dəyişiklik edilibdir. Və bu dəyişikliklərin bir qismi də sırf məzuniyyətlərlə bağlıdır. Efir vaxtına istifadə edərək əsasları çatdırmaq istəyəcəm. Ümumiyyətlə, məzuniyyət zamanı işçilərin bir sıra təminatları var qanunvericilikdə. Bunlardan biri işçinin orta əmək haqqını verilməsidir məzuniyyət zamanı və qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən bu orta əmək haqqı işçinin aldığı sonuncu əmək haqqından aşağı olmamalıdır. İkinci məsələ bundan ibarətdir ki, orta əmək haqqı hesablanarkən götürülən aylar ki var, həmən aylarda əgər işçi sosial məzuniyyətdə olubsa, qismən ödənişli sosial məzuniyyətdə olubsa və yaxud onun təqsir olunmadan boş dayanma olubsa və yaxud ödənişsiz məzuniyyət halı olubsa, bu zaman həmən aylar tam işlənilmədiyi üçün və yaxud ümumiyyətlə işlənilmədiyi üçün o aylara yaxın aylar götürülür. Həmən aylar üzrə əmək haqqı götürülür orta əmək haqqı hesablanarkən. Bu qeyd etdiyim hər iki hal işçilərin məzuniyyətə çıxarkən onların iqtisadi, maddi təminatının yaxşılaşdırılması mahiyyəti daşıyır. Digər bir məsələ Azərbaycanda ailə institutunun daha da gücləndirilməsi, valideynlik məsuliyyətinin bölüşdürülməsi.
məqsədi daşıyır. Uzun illər idi bu müzakirələrdə idi, atalıq məzuniyyəti. Əslində Əmək Məcəlləsində atalara məzuniyyət nəzərdə tutulurdu, amma ödənişli deyildi. Ödənişsiz məzuniyyətin içərisində idi və son dəyişikliklə artıq atalar da uşağının anadan olmasına görə doğuşdan əvvəl və doğuşdan sonra ümumilikdə 14 təqvim günü məzuniyyətdən istifadə hüququna malikdirlər və çox sevindirici haldır ki, biz əmək və məşğulat sisteminə də baxarkən orada əmək münasibətlərinə bağlı bütün əmrlər də rəsmiləşdirilir və baxırıq ki, kifayət qədər çox sayda işə götürən artıq işçilərinə atalıq məzuniyyətlərini əmrlə rəsmiləşdiriblər. Digər bir hal isə əsas sosial məzuniyyətlərdən olan uşağın deməli hamiləlik və doğuma görə daha doğrusu verilən məzuniyyət idi və burada da bir dəyişiklik oldu ki, bu dəyişikliyə görə əgər doğuş deməli gözlənilən vaxtdan gecikirsə, bu zaman məzuniyyətin doğuşdan əvvəlki hissəsi həmin müddət qədər uzadılır və doğuşdan sonraki müddətin hər hansı bir qısaldılması bu halda mövzu deyil. Digər bir ən mühüm məsələlərdən biri xüsusi xidmətdə olan şəxslərin 46 təqvim günü əmək məzuniyyətindən istifadə etmək hüququ vardır və çox sevindirici haldır ki, artıq müharibə veteranı statusu almış bütün şəxslər 46 gündən istifadə edə bilərlər. Yəni o şəxslərin, deyək, Azərbaycan xalqının qarşısında xüsusi xidmətdə olan şəxslərin dairəsi genişləndirildi Əmək Məcəlləsində. Buraya həm müharibə veteranları əlavə edildi, məsələn, əlavə olaraq buraya Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşu uğrunda deməli 50 müəyyən olunmuş şəxslər əlavə olundu. Yəni bu şəxslərin kateqoriyası da genişləndirildi. O cümlədən təhsil və yaradıcılıqla bağlı məzuniyyət haqqının verilməsi məsələsi dəqiqləşdirildi. Yəni bütün bunlar da təbii ki, işçilərin məzuniyyət təminatlarının daha ədalətli, daha hərtərəfli qorunmasına xidmət edir. Təşəkkür edirəm Nərmin xanım ətraflı cavab üçün. Düşünürəm ki, bu müsahibəmiz izləyicilərimiz üçün də maraqlı və faydalı oldu. Belə əziz dinləyicilər, bugün müsahibəmizdə məzuniyyət hüququ, işçilərin bilməli olduğu vacib məqamlardan danışdıq. Qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva idi. Sizlə mən idim Elşən Həmzəyev. Sağ olun, salamat qalın. Asan TV-də və Asan Radioda müsahibə.